Hə, nə gözəl ara. Bu su yox düşəndə mən evdən çıxandan bir 5 dəqiqə sonra ayaq barmaqlarım, bir də əl barmaqlarımın ucu həm keyir, həm ağarır. Buz kimi olur. Aha. Şəkəriniz varmı Ramiz mənim? Yox, heç nəyim yoxdur. Təzyiqim normal, şəkərim. Varikoz damar var mı ayağında? Yox, heç nəyim yoxdur. Mən sağlam adamam. Sağlam, gözəl. Yalnız soyuq olan del olur? Yox, soyuqda. O çölə çıxım 10 dəqiqədən sonra barmaqlarımın üzləri kesilir. Hə. Ramiz müəllim belədir. Çox sağ ol sualınıza görə indi cavab verəcəm. Mütləq mənada iki səbəb ola bilir. Səbəb olur çox, soruşdum, şəkəri yoxdur, elə revmatizm yoxdur, elə bir xəstəliyi yoxdur. Onda nə verə bilər ayaqda bu soyuq dəyən kimi soyumanı? İki şəraitdə əmələ gələ bilər. Onlardan biri ümumiyyətlə, bəzi görürsən adama əl verəndə, salam verəndə deyir ki, əlin buz kimidir. O da özünə rəh verir, atadan qalma söz deyir ki, əlin buz kimidir, ürəyim istidir. Əlin buz kiminin ürəyə dəxli yoxdur. Bu atopleya sistemidir, yəni qızdırıcı sistemdir. Damarlar üzdədirsə, əl verəndə deyir, əlin nə istidir? Damarlar dərindədirsə, onda da təbii ki, yaxşı qızdırmır və əl soyuq olur. İndi nə olur? Tutaq ki, Ramiz müəllimin ayağında damarlar dərindədir və ona görə də orada soyuq dəyən kimi damar biraz da yığılır. Biz bilirik ki, istidən damar genişlənir, soyuqdan isə yığılır. Yığılır və biraz da artır. Yəni, oraya qan normal getmir. Biraz da soyuqlama artır. Ona görə də özümüz çatdırır. Bəs məsləhət nədir? Onun müalicəsində aşağıdakı vasitələrdən istifadə etmək olar. Birinci, ən tez effekt verəni isti suya 3 xörək qaşığı soda atırsınız, 20 damcı yod əlavə edirsiniz və bir flakonda 3% pereks əlavə edirsiniz, ayağınızı salırsınız, isti suda qalır. Sonra çıxardan sonra qurudursunuz, görürsünüz, xeyli dərəcədə rahatlandı ayaqlarınız. İkinci, nə etmək olar? Profilaktik möhkəmləndirmək üçün gicitkenlə az-az dalayırsan, həmi keyliyi götürür, həmi o soyumanın immuniteti artırır və qoymur üşümə çox olmağa. Bir də təbii ki, orada ən gözəli arı zəhəridir. Biz orada arı zəhərindən çox gözəl nəticələr aldıq. Çox sağ olun Ramiz müəllim sualınıza görə, bir daha bərdəmizə salamlar.